Salam, hər vaxtınız xeyir. Növbəti izah videosunda hər birinizi xoş gördük. İzahımız model testlərindən birinci qrup bankı 2004-2024. Mövzu üzrə modellər. Məhlullar bölməsi olacaq, səhv eləmirəmsə. Bir saniyə baxaq. Bəli, nömrə 8-in izahı olacaq, məhlullar. Başlayaq sualların izahına. Birinci sualda 100 qram 20% duz məhlul üzərindən duzdan Anlaşılan bu duzun həll olma əmsalını hesablayın. Həll olma əmsalı üçün bizə KH bərabərdir. Həll olan duz böl. Suda məhlul olar hər halda. Duz böl su vur 1000 olacaq. Burada əslində suda məhlul deməyib. Desəydi daha yaxşı olardı. Yoxsa sual tam düz olmur. 100 qram 20% məhlulda 20 qram duz var. 80 qram su var. Gətir bura 20 qram da duz əlavə eləsək, yekunda duz olur 40 qram, su 80 qalır, vur 1000. Biz də bunu hesablayırıq. 500 olacaq. A variantı. Sonra. Deməli, ikinci sual 600 ml 2 molyar natrium məhlulundan 5 molyar neçə mol su buxarlandırmaq lazım? Neçə mol? Bəli. Burada biz necə eləyəcəyik? İlk öncə S1V1 bərabərdir S2V2 yazsaq, buxarlanan suyu tapmaq üçün. S1 600 ml məhluldur. 600 ml. 600, S1 deyil, o V1'dir, bağışlayın. 2 vurulsun 600 bərabərdir. V2 qalan məhlul nə qədərdir? Onu tapaq. X 5 molyar. Burada X bərabərdir 240 milli məhlul qalandır. Bəs burada buxarlanan su nə qədərdir? İlki məhlul 600 idi. Qalan məhlul 240-dırsa, buxarlanan su 360 milli su buxarlanır. Suyun da millisi ilə qram deməkdir. Yəni 360 milli su 360 qram su deməkdir. Suyun da emeri 18 olduğuna görə 360'ı 18'e bölsək 20 mol su buxarlandırmaq lazımdır. C variantı. Yəqin ki, bu doymamış məhluldur. Doymamış məhlul yazaq. Çünki doymuş məhlul olsa bu şərt ödənməzdir. Üçüncü, 200 ml XY2 maddəsinin məhlulunda 0,4 mol Y mənfi varsa, məhlulda XY2'nin molyar qatlığını hesablayın. Burada XY2'nin əgər molyar qatlığını hesablamağa istəyirsə, XY2'nin molunu tapmalıyıq. Bizdə isə Y mənfinin molu var və burada da alfa gərək 100% olduğunu deyərdim. XY2 iyonlara ayrılsa 2Y mənfi yaradar. 2 mol Y 1 mol XY2'dən əmələ gələr. Bəs neçə mol XY2'dən 0,4 mol Y əmələ gəlir? X eləyir 0,2 mol. Deməli 0,2 mol XY2 var. Və bu da qatılığı istəyəndə C bərabərdir nü böl V'dir. 0,2'ni bölürük. Həcm 200 milli, yəni 0,2 litrdir. Bu da 1 molyar eləyər. A variantı. Dördüncü sual. Duzun 20 dərəcə Celsius'da suda həll olma əmsalı 200 qram böl litrdir. Həmin temperaturda 200 qram suya 50 qram duz əlavə etdi. Hansı hadisə baş verir? Hansı hadisə nə idi? Deməli 200 qram suya 50 qram duz əlavə etmişik. Deyir doymuş məhlul alınır. Baxaq. Doymuş məhlulda duz su nisbəti KH böl 1000 nisbətini verməlidir. Gəlin görək verirmi? 50 qram duz, 200 qram su var. 50 böl 200 bu eləyir 4'də 1. KH isə 200 böl 1000 bu edir 5'də 1. Deməli xeyr, doymuş məhlul alınmaz. Doymuş məhlul alınmaz. Duzun hamısı həll olar. İndi bir saniyə burada 50 böl 200 burası 1000. Ne kadar edir bu? Deməli mən nə qaldı mən? 5 250. KH 250 edir.
KH 250 edir. Yəni bunun KH-ı verilən KH-dan daha çoxdur. Yəni doymuş məhlul alanlar nədir? Doymuşdan doyana keçər. Çünki KH 200'dür burada. KH 200'dür. Amma biz 50 qram duz əlavə etmişik. Bu 50 qram duzun nə qədər həll olar? Baxaq. 1000 qram suda KH-ın qiymətinə görə 200 qram duz həll ola bilər. 200 qram suda X deyirəm, 50 deyirəm, 50 əlavə olunub. Həmin nə qədərin həll olacağını baxaq. 40 qram. Amma biz götürüb 50 qram oraya əlavə eləmişik. 50 qram əlavə elədiyimizə görə, yəni çox əlavə eləmişik də. Çox əlavə eləmişik. 10 qram duz çökər. Doymuş məhlul alınır. Bu düzdür, bu səhv deyil, bu düzdür. Sadəcə orada mən 4-də 1 ilə 5-də 1 düzgün müqayisə eləmədim. Ona görə açıb baxdım. Duzun hamısı əldə olar. Duzun hamısı əldə olmaz. 10 qramı çökər. Alınmış məhlulda 20 dərəcədə daha 10 qram bu duzdan həll etmək olar. Baxaq da görək, olmaz. Daha 10 qram həll edə bilmərik. Hələ 10 qram duz çöküb nətər həll edək? 10 qram duz çökər, bu da doğrudur. Duzun kütlə payı 20 dərəcə Selsidəki kütlə payına bərabər məhlul. Duzun kütlə payı 20 dərəcə Selsidəki kütlə payına bərabər məhlul alınır. Bu nə deməkdir? Duzun kütlə payı 20 dərəcədəki kütlə payına bərabər məhlul alınır. Yəni, duzun kütlə payı. Sözü erməni budaq cümləsi yazılarıb. 20 dərəcədəki kütlə payına bərabər. Yəni 20 dərəcədə bir məhlul hazırlayıqsa, 20 dərəcədəki kütlə payı yaranardı. O 50 dərəcədəki kütlə payı yaranmaz ki. Mesela bu cümlədə çatışmamazlıq var, eləmi? Bu cümlədə çatışmamazlıq var. Yəni cümləni düzgün ifadə eləməyiblər. Duzun kütlə payı. Bu suallar bilirik də başqa yerdən köçürülmədir. Köçürülmə zamanı çap səhvləri ola bilir. 20 dərəcədəki kütlə payına bərabər məhlul alınır. Açığı bu söz nə demək istəyir? Mən başa düşmürəm. Çünki söz düzgün deyilməyib. Əgər demək istəyirsə, nə demək istəyir? 20 dərəcədəki kütlə payına məhlul alınır. Bu da düzgün fikir deyə bilərik də. Yəni necə düzgün fikir? Başa düşdüyümü deyim. 20 dərəcədə kütlə payına bərabər. Biz 20 dərəcədə bir məhlul hazırlayırıqsa 20 dərəcədəki kütlə payı alırıq da. Başqa nə payı alacağıq ki? Burada 3 dənə hətta cavab çıxır. Doymuş məhlul alanlar da düzdür. Çünki 10 qram duz çökürsə tam həll olma baş verir. Doymuş məhlul alınır. Hələ 10 qram da əlavə çökür. D-də də 10 qram duz çökür deyir. Burada yəqin doymuş yox, doymamış məhlul demək istəyib. Onda bu səhv olardı. 10 qram duz çökür ifadəsi düz olardı. Bu Y-də də nə demək istədiyi gərək bunu özündən soruşaq. Yəni, bu hələ ki bu nəyə görə 2 dənə cavab var. Y-də anlaşılmır mən. 15-ə baxırıq. Qrafikdə suda həll olmuş duzun müxtəlif həcmli məhlullarında maddə miqdarı ilə məhlulun molyar qatlığı arasında asılı verilmişdir. Məhlulların həcmləri arasında. Deməli, moldur bu. Mol. Mol sabitdir. S bərabərdir. N böl V'dir. Mol sabitdir. Və qatılıq ən çox 3-dədir. V1-ə uyğundur. V1-ə uyğun gələn məhluldadır. S1 deyək. Bura S2 deyək. Bura S3. Mol sabit. Mol sabit. Qatılıq daha böyükdürsə, demək həcm daha kiçikdir. Deməli, V1 ən kiçik həcmdir. Ən kiçik həcm V1-dir. Eyni molda, mol bərabər. Qatılıq daha kiçikdirsə, demək burada həcm ən böyükdür. Ən böyük həcm buradadır ki, qatılıqda ən kiçik olur. Deməli, V3 ən böyükdür, V2 də ortada. V1, V2, V3 D variantı. 6-cı sual. 10% oleum almaq üçün 100 qram 82% sulfat məhlulu neçə qram SO2 əlavə etmək lazımdır? 100 qram 82% məhlulda 82 qram sulfat var.
18 qram da su var. Oleum almaq üçün biz bura artıq miqdarda SO3 əlavə eləməliyik. Hətta nə qədər? Əlavə elədiyimiz SO3 burada suyu tamamilə sulfata çevirməlidir və SO3-ün bir miqdarda artıq qalmalıdır. Və alınan məhlulda da 10% SO3 qalmalıdır. Məhlulun 10%-i qədər SO3 olacaq. Birincisi, 18 qram su varsa, fərz eləyək ki, biz bura x qram SO3 əlavə eləmişik. Bu x qram SO3-ün bir miqdarı su ilə reaksiya girir. Bəs nə qədər girər? Suya görə tabaqcıyıq. 18 qram su ilə 80 qram SO3 reaksiya girir və 98 qram sulfat alınır. Deməli, SO3-ün 80 qram reaksiya girir. Oleuma qalan SO3 x-80 və bu 10%-dir. Bir də oleum məhlulunda sulfat olur. Su olmur, sulfat olur. Əvvəldən 82 qram sulfat var idi. SO3-ün su ilə birləşməsindən də əlavə 98 qram alındı. Bunların cəmi də 180 qramda sulfat var. Bu da oleum məhlulunun 90%-dir. X-80 bərabərdir 20, x bərabərdir 100. 100 qram SO3 əlavə etməliymişik. Sonra deməli, M1 M2 nisbətini istəyir. Baxın, bunu diagonal üsulu ilə eləmək daha rahat olar deyə düşünürəm. Çünki 2% qarışıb 40% alınır. 80 ilə 20 qarışıb, əgər 40% alınırsa, diagonal üzrə çıxsa, bura 20 eləyir, bura 40 eləyir. 1-in 2-yə nisbət. 80%-ni M1 idi, 1-in qabağına yazırıq. 20%-ni M2 idi, 2-in qabağına yazırıq. M1-in M2-yə nisbəti bərabərdir 1/2. 1/2 də C variantı. 8-ci sual. 30 dərəcə Selsidə 200 qram suda X tuzu həll etdikdə 250 milli məhlul alınır. 250 milli. Deməyinə bura 50 qram duz əlavə olunur. Bu məhlulun həcmidir. Yaxşı. Həmin temperaturda bu duzun həll olunma əmsalı 500 qram bölü litr olarsa, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Alınmış doymuş məhlulun sıxlığını hesablamaq üçün alınmış doymuş məhlulun kütləsi lazımdır. Yaxşı. Məhlulun kütləsi bölməliyik ki, məhlulun həcminə, o da sıxlığı verəcək. Məhlulun həcmi 250-dir. Məhlulun kütləsini tapmalıyıq. Bəs biz 200 qram suda maksimum neçə qram duz əldə eləsək, KH 500 qram bölü litr olur. Biz dedik ki, doymuş məhlulda duz, su nisbəti KH bölü 1000 nisbətini verməlidir. Duzu bilmirik, nə qədər duz əldə eləyək. Suyumuz 200-dür. 200 qram suda maksimum nə qədər duz əldə eləyə bilərik ki, doymuş alınsın? 1, 2, 100 qram. Biz 100 qram duzu 200 qram suda həll etsək, 300 qram məhlul olarıq. Deməli, burada məhlulu tapdıq, 300. Həcmi də 250. O da bərabərdir 300 böl. Bu da eləyir 1/2. Sıxlıq olacaq 1/2. Bu sualda problem nədir? Sualın problemi var, nədir? 200 qram su, 200 qram su. 200 milli su deməkdir. İndi biz bura 100 qram duz əlavə eləsək, məhlulun və 100 qram duz da bu məhlulda həll olsa, heç vaxt 250 milli həcmə qalxa bilməz. Belə düşünün də, 200 qram bir suyunuz var, 200 qram. Bura 100 qram duz əlavə elədiniz və duz burada həll oldu. Bu deyir ki, 200 milli yəni su qalxıb 250 olacaq. 50 milli yəni artım olacaq. Mümkün deyil. Yəni məntiq xətası var burada. 100 qram duzu biz suda həll eləsə, 200 milli suda həll eləsə, o 50 milli artan verməz heç vaxt. Çox artar, 8-10 milli, yəni bir artış olar, biraz artar. Amma da 50 milli artsın, mümkün deyil. Məsələnin bu rəqəmlərə görə həlli budur. Amma ki, səhv, orada o məhlulun həcmi o qədər olmaz, o məntiqi səhvdir. X-in suda məhlulunu qızdırda X-in qatlığı azalır, yəni X özü ayrılsın buradan. Y-in suda məhlulunda Y-in qatlığı artır, yəni buradan su ayrılsın. Əgər X ayrılırsa bu suda həll olan qazların məhluluna ayrılanda oradan qaz ayrılırdı, məhlul azalırdı. Ortofosfatdır, sulfatdır, duzlardır, bunlar məhlulun qızdıranda isə məhluldan su ayrılırdı və məhlulda duzun kütlə payı, həll olan kütlə payı artırdı. Bu da A variantı.
10-cu sual. 1 mol natrium karbonat 10 H2O. Alınan məhlulda natrium karbonatın kütlə payını hansı düsturla hesablamaq olar? 1 mol natrium karbonat 10 H2O emerin A verib. Deməli A və bu su kiçik A məhlulun kütləsi olacaq. Məhlulun kütləsi biz veririk ki, aşağı yazdırırıq. Kiçik A böyük A cəmi. Vur 100. Bəs burada natrium karbonatın kütləsi nə qədərdir? Burada biz görürük ki 10 mol su var. Ümumi kütlədən A-dan 10 mol suyun, yəni 180 çıxsaq, burada natrium karbonatın kütləsini alaraq. A çıxılsın 180. Cavab da A variantı olar. 11. Deməli, temperatur X duzunun həll olma əmsalı. Bu topluda da var bu sual. Duzun həll olma əmsalı 500 qram bölü litr və 1250 qram bölü litrdir. Bu tip suallarda yenə deyim, məhlulun həcmləri səhv hesablanır. Bu sualda da, topulda da izah eləyəni mən demişəm. O həcm hesabında yanlışa yol verirlər. Və o yanlışı görməzdən gələrək, məsələn, həll eləyəcəyik. Bizim KH ilə bağlı, daha doğrusu, o məhlulun molyar qatlığı ilə bağlı belə bir düsturumuz var idi. S bərabərdir 10 omega rho bölünsün m və yaxud da bu üsulla etməyib başqa üsulla da eləyə bilərik. Yəni necə bir üsul? Bizə əgər məhlulda, suda məhlulda KH veribsə, biz burada doymuş məhlulun kütləsini çıxara bilərik. Məhlulun kütləsi olar 1500 qram. 1500 qramı biz məhlulun həcminə bölsək, məhlulun, daha doğrusu sıxlığına bölsək, məhlulun həcmini taparıq. 1500 bölünsün 1,125, 1200, yəni 1200 milli. Bu da 1,2 litr eləyər. Molyar qatlıqda bizə litr lazımdır. S2 üçün də eyni qaydanı eləsək, V2-ni tapsaq, doymuş məhlulun kütləsi bu KH üstə 1000 gələndə 2250 bölünsün 1,5. Bu edir 1500 milli, yəni 1,5 litr. İndi burada problem olan hissə nə idi? Onu deməyə çalışım. Yenə baxın, biz məhlula KH 1000, KH 500'dür. Bunun həll olan suyu 1000 qram dedik və 1000 milli. Bura biz 500 qram duz həll eləsək, 500 qram həll eləsək, o gəlib 1200 litr, 1200 milli olmaz. Yəni 500 qram duz o məhlulun həcmini 200 milli artırmaz, daha az artırar. Yəni bu məntiq xətaları var. Nəysə, dedim ki, onu görməzdən gələcəm. İndi S bərabərdir, N böl V'dir. Bu da kiçik M, böyük M, V'dir. Biz həll olan KH həll olan maddənin kütləsi kimi götürə bilərik. 1000 qram suda həll olan maddənin maksimum kütləsi. Yəni kiçik M-in yerinə 500, bir dəfə də 1250 qoya bilərik. M ifadədə nəzərə almayacaq. Çünki hər iki halda X duzundan söhbət gedir. X duzun molyar kütləsi hər iki məhlul üçün eynidir. Molyar kütlə sabitdir də. Onda S1 bərabərdir. Böyük M-i nəzərə almayacaq. 500 bölünsün 1,2 V1 yəni. S2 bərabərdir. 1250 bölünsün 1,5 deyəcəyik. S1-in S2-yə nisbətini istəyir. S1-in S2-yə nisbətin hesablasaq, S1 böl S2 bərabərdir S1 böl vurulsun. 1 böl S2 yaza bilərik. Onun üçün də S1 500 1,2 vurulsun 1,5 1250. Tərs çevirdim də bunu. İndi burada bu vergülləri aparaq. Ümumiyyətlə 50 vurulsun 1,5 bölünsün. Bu 0,5 edir. Cavab 0,5. Yəni 1 böl 2. Yəni S1 böl S2 bərabərdir 1 böl 2-dirsə, S2 bərabərdir 2S1 cavabını alırıq. S2 bərabərdir 2 S1 D variantı. Sonra 12-ci sual. X qram 20%li məhlulun həllecinin yarısı buxarlandırılır. Y qram məhlul alınır. Həllecinin yarısı buxarlandırılır. Z qram. Z məhlulun X qram 20%li məhlulda 0,2x duz var. 0,8x su var. Bir dəfə bunun yarısını buxarlandırsa 0,4x su qalar.
Duz yenə də 0.2x qalır. Bu y məhluludur. Bu səfər həllecinin yenə yarısını buxarlandırsaq 0.2x su, duz yenə də 0.2x qalar. Yəni əgər bu doymamış məhlulsa bu cür su buxarlandırma həyata keçirə bilərik. Və son məhlulda da duzla su bərabər olduğuna görə, duz su bərabər olduğuna görə 50% məhlul alınır. Duz su bərabər olan məhlullar 50%-dir. Niyə? Biz burada omega tapsaq, duzu 10.2x-i böləcəyik məhlulun ümüsünə 10.4x-a. Bu da 50% edir. Doymuş məhlulun qatlığı 20% olan duzun 5 qramını həll etmək üçün ən azı neçə qram su lazımdır? Neçə qram su? 20% bərabərdir. 5 bölünsün 5 plus x vur 100 deyə bilərsiniz suyu tapmaq üçün. Burada 5 qalır. 5 plus x bərabərdir 25. X da bərabərdir 20. Ən az 20 qram su lazımdır. Müəyyən şəraitdə əldə olunma misalı 400 qram bölü litr olan, yəni KH-dır bu. Duzun 20% məhluluna 250 qramla, duzun 20% məhlulunun 250 qramına neçə qram duz əlavə etmək lazımdır ki, həmin şəraitdə doymuş məhlul alsın. Yəni 250 qram bizim 20%li bir məhlulumuz var. Hansı ki bunun içində 50 qram duz, 200 qram su var və bu doymuş deyil. Deyil, bura deyil. Nə qədər duz əlavə eləsək doymuş olar? X qram duz əlavə eləsək doymuş olar. Onda biz bayaq nə dedik? Doymuş məhlulda duz su nisbəti KH bölü 1000 nisbətini verməlidir. KH-ımız da 400-dür bölü 1000. 5, 80, 50 plus x bərabərdir. 80 ise x 30'dur. Y variantı. Sonra 15-ci sual. 20 dərəcə Selsidə məhlulun kütləsini tapın. 50 dərəcə Selsidə duzun su, bəli, məhlulun kütləsi 400-dür. KH 600'dür. 20 dərəcə Selsidə KH 200'dür. İndi məhlulun kütləsini qalıb. 50 dərəcə Selsidə KH 600'dür. Gəlib 20 dərəcə Selsidə KH 200 olur. Yəni 50-dən 20-yə gələndə çökmə olur. Çökmə necə hesablamayaq? Belə. KH-a görə biz məhlul kütləsi hesablamağı bilməliyik. KH-a görə məhlul kütləsi hesabında 1000 əlavə edirik də. Çünki KH 1000 qram suda həll olan duzun kütləsini bildirir. Maksimum kütləsi. Yəni 50 dərəcə Selsidə əgər bir məhlulun KH 600-dürsə, bunun doymuş məhlullarından birinin kütləsi 1600 qram olar 50 dərəcədə. 50 dərəcədən bunu 20 dərəcəyə qədər gətirdikdə 1600 qram məhluldan KH 200 olduğuna görə 1200 qram məhlul qalırsa, bəs belə 50 dərəcədə 400 qram başqa bir doymuş məhlulu, eyni maddənin doymuş məhlulu 400 qramdan 20 dərəcəyə gətirsə neçə qramı qalar? X bərabər 4 dəfə azda 400 qalır, ya 400 yox. 4 dəfə az 1200, 300 qalar. 300. Cavab C olacaq. 16-cı sual. Bu V-ni litrdən işləyirik. C-dir bu. Mol da bərabərdir. Nü bərabərdir C vur V. 0,4 vur 0,5 0,2 mol D variantı. Deməli 17-ci sual. Maşallah da burada suallar var bir xeyli. 17. Suyun kütləsi M1, həll olan maddənin kütləsi M2, alınan məhlulun kütləsi M3. Bu sualı keçənlərdə mən dərsdə vermişdim. Yəni bu sualı heç görməmişdim açıq. Yəni məhlulun kütləsi həll olan həlledicinin kütləsinə bərabər olsun. Biz demişdik ki, nə zaman olmur? Əgər qaz çıxışı varsa, çöküntü alınırsa, məhlulun kütləsi həll olan həlledicinin cəminə bərabər olmur. Biz də görürük ki, ikinci məhluldan H2 çıxar və üçüncüdən də asetilin uçar. Yəni, bu məhlullarda həll olan həlledicinin cəmi məhlulun kütləsini verməz. Və bu da bərabər olar deyirsə, 1-dən 3 də olar. Yəni doymuş məhlul alınmama şərti ilə də təbii ki. Doymuş məhlulda olsa olmaya bilər. 18-ci suala baxacağıq. 18-ci sualda deyir, müəyyən kütləli 50%li məhlula kütləsi ondan 5 dəfə çox olan 20%li məhlula əlavə etdikdə alınan məhlulda əlavə maddənin kütlə payı. Burada özünüzdən ilkin məhlula 100 qram, ikinciyə 500 qram deyə bilərsiniz. X5x da deyə bilərsiniz. Və burada 100 qram fərz edək 50%li məhluldur. Maddələri toplayıb yuxarıda, məhlul da aşağıda. 100 qram məhlul və 5 dəfə çox olan digər məhlul 500, bu 600 eləyəcək.
Bəs 100 qram 50% məhlulda nə qədər duz var? 50 qram. 500 qram 20% məhlulda da 100 qram duz var. Vur 100. Sonda omega belə hesablaya bilərik. M1 omega 1 plus M2 omega 2 böl bərabərdir M3 omega 3 kimi də eləyə bilərik. Bu daha rahatdır məncə. 150-ni sadəcə 6-ya böləcəyik. 25% məhlul alarıq. 19. 300 qram məhlul üzərinə neçə qram kalium əlavə edilmək istəyir? 40% məhlul alınsın. Bunu da yenə omega düsturu ilə əldə edə bilərik. Omega bərabərdir. Maddə. Nə qədər burada maddə var? 60. Məhlul 300-dür. Duz əlavə edəndə həm yuxarı, həm aşağı əlavə edirik. İndi duz deyəndə kalium OH-da həll olandır. Neçə qram? X qram. Vurulsun 100, bərabərdir 40%-ni alınsın. Bu cür həll edib X-i tapa bilərsiniz. Və yaxud belə bir üsul da var. Diaqonal üsulu. 20%-li ilə kalium OH həll olandır. Həll olan 100% deməkdir. 100%-i qarışdırdıq. 40%-də alındı. Burada diaqonal üsulu. Bura 60, bura 20, 3-ün 1-ə. 3-ün 1-ə. Yəni 20% məhlul 300 qram verib, 3 hissə 300-dür. 100%-li kalium OH-ın özüdür. Bu da X. Deməli 100 qram əlavə eləməliyik ki, dediyi şərt ödənsin. 19-cu cavabı 100 qram. Bunu da əldə edib 100 alacaqdır sonuçda. Sonra 20-ci sual. 4 mol bölü litr S dedi, bu da V-dir. Məhulda H2SO4-ün kütləsini hesablayın. S bərabərdir N böl V. O da bərabərdir kiçik M böyük M V. Bərabərdir S. Kiçik M hesablayacağıq. M bərabərdir S M V. S 4. M molyar kütlə 98. V burada. Fikir verin. Həcm litrləndir. Bunu da litrə gətirməliyik. 0,5. 2 mol 196 qram. 21-ci sual. 20 dərəcə Selsidə hansı qablarda uzulan verilmiş kütləsi tam həll olar? Bu barium SO4 çöküntüdür də veririk, həll olmayan da. Amma SO4 dəmirlə də, kaliumla da həll olur. Ona görə 1 və 3 olar. İkinci sual. Bu su əlavə olunub, bu alınıb, X hesablayın. M1 omega 1 bərabərdir M2 omega 2. Yəni X vurulsun 50 bərabərdir 250 vurulsun 20. Su əlavə edəndə və ya su buxarlandıran bu düsturu rahat işlədə bilər. 50 eləyir. Bu da 5-i 2-yə 1000 eləyir. 100 eləyir. Bu 5 eləyir. 5 eləyir. 5-i də 20-yə vuranda 100 qram eləyəcək. Sonra 23-cü sual. 400 qram 10% mənsun. Yenə eyni sualdır. Su buxarlandırdıq, su əlavə etdik. 400 vur 10 bərabərdir. Alınmış məhlul deyir. X vurulsun 25. Bu da 160 qram eləyir. Yəni A variantı. Sonra 24-cü sual. Qrafikdə müxtəlif məhlullarda suda həll edilmiş duzun kütləsi ilə duzun məhlulu kütlə paylaşması verilmişdir. Mən kütlənin aqraması suyun kütlələri arasında. Bu 2020 qəbulada düşüb. Demək ki, əvvəl modeldə olub, sonra qəbula düşüb. Baxın, duzun kütləsi sabitdir. Eləmi? Və məhlullar omega 3, omega 2, omega 1. Duz sabitdir. Qatlığı yaradan duzdur. Suyu çox alan məhlul daha duru məhlul olar. Qatlığı daha az olar. Omega 3 ən kiçikdir, fikir verin. Omega 3 ən kiçikdirsə, deməli burada su ən çoxdur. Omega 1 ən böyükdür, deməli burada su ən azdır. Ən az su eyni duzda, duzu eyni olanda, suyu az olanın qatlığı çox olar. Onda 3 bölü 2 bölü 1 olacaq D variantı. 20 qram 40% məhlulu A qram su əlavə edilib, 10% məhlul alınıb. Burada da yenə M1 omega 1 bərabərdir M2 omega 2 düsturu ilə həll edə bilərik. M2-ni sadəcə su istədiyi üçün M1 plus su yazacağıq. Yəni M1 omega 1 20 vurulsun 40 bərabərdir M1 20 üstə gəlsin. Suya A deyəcək, omega 2 A 10 alınıb deyil. Getdi 80 A 60 olacaq A variantı. 26-cı sual. Bu topluda da var və məhlulda hansı duzlar qalar ifadəsi işlədirsə,
Yadda saxlayaq. İlkin maddələrdən artıq, yəni miqdarı çox olan, artıq qalan, alınanlardan isə həll olan məhlulda qalar. 100 qram 16% məhlulda 16 qram mis SO4 var. 100 qram 20,8-də 20,8 qram barium klorid var. Bunların da reaksiyasından mis SO4 plus barium klorid, bu reaksiya biraz uzadaq, qara yerə düşməsin. Barium sulfat və mis 2 klorid alınır. Barium sulfat çöküntüdür. Çöküntü məhlulda qalmaz. Barium sulfat çöktü. Barium sulfat olan cavabları çıxırıq. Bir dənə cavab. Mis xlorki dəqiq olacaq. Mis xlorki olan cavabları saxlasaq A, C və D qalar. İndi gələk ilkin maddələrdən hansı artıq qalandı onu tapaq. Bu 160-dır. Bu da 20,8-dir. Bu 16, bu da 208 demir. 20,8. Kəsr kimi baxırıq. Bunu buna böləndə 10-da 1 eləyir. Bunu da buna böləndə 10-da 1 eləyir. Bunlar bərabər demək. Bunlar ikisi də tam sərf olunur. Yəni məhlulda bunların heç biri qalmayacaq. Məhlulda yalnız mis xloriki qalar, D variantı. 27-ci sual. X qram 20% duz məhlulunu buxarlandırıblar. KH 400 qram bölü litr olan duzun doymuş məhlulu alınıb və alınan məhlulda 250 qram su olarsa X-i müəyyən edin. X-i müəyyən edək, bəli. İlkin məhlulda 0,2x duz var idi. 0,8x su var idi. Və bu məhluldan su buxarlandırılıb, 250 qram su qalıb, duzda elə olduğu qədər 0,2x qalacaq. Və doymuş məhlul alınıb, KH da 400-dür. Doymuş məhlullar üçün biz dedik ki, doymuş məhlullarda duz, su nisbəti KH böl 1000 nisbətini verməlidir. Və buradan da x-i hesablasaq, deməli, bununla bu gedər, burada 4 qalar, bununla da burada 100 qalar. 0,2x bərabərdir 100-dürsə, 100-ü 5-ə vursaq 500 eləyər də. Bəli, x 500 imiş. Cavab 500. Bu da məhlulların izahı. Bu qədər. Sağ olun.